Hörmətli izləyicilər, Balakən rayon İtitala kəndindən növbəti bir müraciət daxil olub kanalımıza. Şikayətçilər qeyd edir ki, deməli, İtitala kəndində tam orta məktəbin yaxınlığında yerləşən ərazidə deməli, təhlükə mənbəyi yaradan pay torpağında yerləşən böyük palıd ağacı var və həmin palıd ağacının altından yüksək gərginlikli elektrik naqilləri keçir, qaz xətti keçir və s. və deməli, kənd sakinləri, məktəbə gedən uşaqlar, axıl yaşda, qocalar, qadınlar hamısı bu ağacın altından keçir və burada hər an təhlükə yarana bilər və bədbəxt hadisə ilə nəticələnə bilər. Və burada videodan da görürsünüz, vətəndaş iddia edir ki, ağacın bir hissəsi həmən bu qaz xəttinin üstünə yıxılıb, vaxtilə qırılıb düşüb, yəni qış aylarında çəkilib bu video süjet və nəticədə hasarı uçurdub, qaz xəttini zədələyib və s. xoşagəlməz hadisələr olmasın deyə xahiş edirlər ki, həmin ağacın budanması prosesini həyata keçirsinlər. Vətəndaş qeyd edir ki, bununla bağlı rayon icra hakimiyyətinə, regional ekologiya idarəsinə müraciət olunsa da nəticə yoxdur hələ ki. Digər bir məktub daxil olub bizim kanalımıza. Deməli, Balakən rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdürü Mehbarə Əliyeva tərəfindən yazılan məktubdur. Vaxtilə İtitala kənd sakini Mahmudov İmam Ramazan oğluna və başqalarına, siz və digər kənd sakinləri rayon icra hakimiyyətinə müraciət edərək kənd tam orta məktəbin yaxınlığında yerləşən pay torpağında bitmiş palıd ağacının təhlükə yaratdığını, ağacın budanmasına köməklik göstərilməsini xahiş etmişsiniz. Bildirilir ki, kənd sakini İkram Balayevin xüsusi mülkiyyətində olan torpaq sahəsində bitən və təhlükə yaradan ağacın budanması vətəndaşın özü tərəfindən həyata keçirilməlidir deyə bildirilir və təxminən 7 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovdan da eyni məzmunlu bir məktub daxil olub və burada biz şikayətçilərə bildirmək istəyirik ki, həm ekologiya idarəsi, həm rayon icra hakimiyyətinin verdiyi bu məktub tamamilə doğrudur, tamamilə qanunlara əsaslanır. Pay torpağında yerləşən ağacın budanması işini yalnız həmin pay torpağının sahibinin razılığı əsasında həyata keçirə bilər. Yalnız əgər onun imkanları xaricindədirsə, o özü müraciət edə bilər ki, bizə texniki avadanlıqlar verilsin, xahiş edirik, onun da qanuna müvafiq formada müraciət qaydası var. Buna görə də kənd sakinlərindən, şikayətçilərdən xahiş edirik ki, həmən pay torpağının sahibi İkram Balayev ilə birlikdə əlaqədar qurumlara müraciət etsinlər və texniki avadanlıqlarla təmin olunmasını onlardan xahiş etsinlər. Və bir daha qeyd etmək istəyir ki, bu məsələdə rayon icra hakimiyyətini və regional ekologiya idarəsini hər hansı bir vəclə günahlandırmaq əsassızdır və məmurlardan da xahiş edirik ki, vətəndaşın müraciətləri əgər əsassızdırsa, onları buna inandırsınlar, başa salsınlar, izah etsinlər ki, vətəndaş da sakitcə qayıdıb getsin, qanuni səbəblər axtarsın. Yəni, şikayət üçün kütləvi informasiya vasitələrinə və sair qurumlara müraciət etməsin. Nəticədə həm vətəndaşın vaxtı gedir, həm də sizlər, belə deyir, həm vaxtınızı alırlar, həm də qanqaraçılıq yaranır, loru dildə desək. Bu qədər hər bir tərəfə uğurlar arzulayır. İnanırıq ki, tez bir zamanda bu prosesin qarşısı alınacaq və insanlar məmnun qalacaqlar. Xahiş edir, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sizlərin də hansısa bir şikayətiniz varsa kanalımıza göndərə bilərsiniz. Hələlik bu qədər. Balakənə çoxlu salamlar olsun. Sağ olun, sağlıqla qalın.